Nəfxan üfləmək deməkdir. Veylun yazıklar olsun mənasındadır. Sonra Es-Suru İsrafil aleyhissalamın suru. Sonra El-Hadasu Ehdasu qəbir deməkdir. Sonra nəsələ yansilu nəslən axışmaq deməkdir. Axışmaq. Sonra bəğəsə yəbəğasu bəğsən diritmək deməkdir, qaldırmaq deməkdir. El-Mərqadu ismi məkandır. Raqada yarqudu feilindən əmələ gəlib. Mənası uyğu yeri, yatılan yerə deyirlər, istirahət yerinə deyirlər. Sonra vəqada yaqidu vəqdən misal feildir, vəd etmək deməkdir. Sadaqa yastuqu sidqan doğru danışmaq deməkdir. Sonra cəmiun hamısı topluluq sifətdir. Lədə zərfdir, qatında, yanında mənasındadır. Cəzə yəczi cəzəən naqis feildir, qarşılıq vermək deməkdir. Sonra el-muhtaru muhtaruna bu ismi fail deməkdir. Demək hazır gəlmək mənasındadır. Gətirilən deməkdir. Hazır şəkildə gətirilən deməkdir. Zaləmə yazlimu zulmən zülm etmək mənasındadır. Qamilə ya'malu aməlan qamilədə mənası etmək deməkdir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.